Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bəzi ailələrdə uşaqların hansı ki, kiçik yaş dönəmlərindən böyük yaş dönəmlərinə qədər, gələnə qədər daimi baş verən bəzi pis proseslər. Adətən deyək ki, 9-cu sinif bir şagirdi dərs oxuyacaq. Oxumur da, tutaq ki, nadinci eləyir. Valideyn buna bir mənəvi cəhətdən, psixoloji olaraq bir fikrini ifadə etməkdən belə bir hallar yaranır bəzi valideynlərdə. Oxuyursan, oxumursan, cəhənnəm oxu. Vəssalam. O uşaq mənəvi cəhətdən bilin ki, öldü. Psixoloji olaraq artıq onun doğru onu vetsizləşdirmə prosesinin ilk addım təməli atıldı. Və nəticə etibarilə belə ard-arda kobudluqların yaranmasının və ailədə başsızlığın deyə belə bir ifadə var. Yaranmasının ən qlobal səbəbi hansı ki, içkilərin və yəni çox içib gəlirsən evə, bugün valideynlara uşaq baxır ki, atası bugün içib, sabah içib, ağzı söz tutmur danışmağa. Qlobal məsələ daxı bu da. Və övladına vaxt ayırmalısı ancaq çöldə dostanışla, otdur, araq, pivə, töküldü, runka, əzad, içli, sabah elə, bir gün elə, belə düzü niyə ailə qururdun ki? Belə də ömrünü, belə də qeyri-etik səsləncə, pasiyak kimi başa da vurardın, çıxıb gedərdin. Ölərdin, bari uşağın arxandan coruva səni söyəndə, heç olmasa bilərdi ki, uşaq yoxdur, söyəndə, yoxdur. Halbuki səni söyür. Və nəticə etibarilə ümumən psixologiyada belə bir şey var, uşağa kiçik yaşlarında, nə desə, böyük yaşlarında da onu dərk edəcək. Və indiki əksər oğlanlarda əlavə qızların kiçik yaşlarının həmin yaş artdıqca bəzi qlobal problemlər yaranır, sevgisizlik. Ailədə sevgini görməyib, kənardan bir dənə şəxs, kiçik bir, müsbət bir şey, xoş bir söz, onu aldandı, çıxdı, getdi. Görməyib, bax, evində sevgi görməyib. Sevgi deyəndə sənə deyir ki, yəni şübhə ilə yanaşır. Elə bir şey mi var? Qarşı tərəfdən indi təzəlikcən görür, hansı ki, bir itə, pişiyə, hər hansı bir vəhşi bir olan cinslərindən sonradan toxunursan, yavaş-yavaş, halbuki bəlkə yoxdur, yavaş. Və o sonradan o ilk sevgini dadandan sonra onu görür və fikri dəyişir. Halbuki səni basıb yemək istəyirdi. İndi baxır, gör ki, yox, ortada sevgi deyilən bir şey var. Bəzi övladlar da elə. Valideyn vermir baxı sevgini. Kənardan görən kimi fiso, getdi ona sarı. Da fikirləşmir ki, qarşı tərəfin 35 yaşı var, sənin 18 yaşın var. Yaş fikirləşmir ki, sevgini fikirləşir. Gördü axında onu. Bilirsiniz, hər zaman kiçik yaşlarının övladlara diqqət ayırmalısınız. Ayırmasa sonraki dönəmlərdə peşman olacaqsınız. Və bu səhvlər sizin daima bir ömür ləkə kimi qalacaq yaddaşınızda. İllər ötsə də getməyəcək. Çünki zamanı geri apara bilməzsiniz. Zaman artıq geriyə getdi. Dünən artıq olmayacaq. Sırağa gün heç vaxt olmayacaq. Bugün getdi, bir də sabah. Onun üçün mütləq şəkildə diqqətli olun ki, ən azından itirdiyiniz zamana görə peşman olsanız da müsbət şeylər olsun ağlınızda ki, çox da peşmançılığın sizi narahat etməsinə imkan verməyin. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yazа bilərsiniz və yaxud seansla bağlı direktə məlumat verərsiniz. Seanslarımız onlayn və əyani həyata keçirilir.